Salam uşaqlar, indi ən çox düşən sual tiplərindən birinə baxacağıq. Loqaritmdə bir əsasdan digər əsasa keçmə. Deməli, nə edirik? Bizdən loqaritm 5 əsasdan 72-ni istəyir. Bizə isə LG2. Biz bilirik ki, LG loqaritma əsası 10 əsasdan 2A deməkdir. LG3 isə loqaritma 10 əsasdan 3 deməkdir. Yəni, LG əsası 10 olan ifadədir loqaritmdə. Bizdən loqaritma 5 əsasdan 72-ni istəyir. Biz bunu necə yazacağıq? Yazırıq ki, loqaritma 5 əsasdan 72. Gəlin biz də bizə verilən əsasa gətirək. Yəni 10 əsasına gətirək. Yazaq ki, loqaritma 5 əsasdan 72. Qaydamız necə idi? Loqaritma A əsasdan B-ni C əsasına gətirdikdə loqaritma deməli C əsasdan B bölünsün loqaritma deməli C əsasdan A yazırıq. İndi loqaritma 5 əsasdan 72 necə yazacağıq? Yazırıq ki, loqaritma 10 əsasdan deməli 72 bölünsün loqaritma 10 əsasdan 5. İndi biz bu loqaritma 10 əsasdan 72-ni necə yazırıq? Loqaritma 10 əsasdan 72 bərabərdir. Loqaritma 10 əsasdan 72, yəni LG 72 rahat yaza bilərik. LG 72 bərabərdir. LG 8 vurulsun 9. Yəni, LG-lərin vurulması nə zaman vurulurdu? LG 8 üstə gəlsin. LG 9 olduqda. LG 8 nə deməkdir? 2-nin kubu. LG 9 nə deməkdir? LG 9 da 3-ün kvadratı deməkdir. Bərabərdir. Yazırıq ki, 3 LG 2 üstə gəlinsin. 2 LG 3 bərabərdir. 3 LG 2. Baxırıq, LG 2 bizə nəyi verir? A-nı. Onda yazırıq 3A üstə gəlinsin 2 LG 3-də B. 3A üstə gəlsin 2B. Bu bir tərəfdə. Digər tərəfdən məxrəcə baxırıq. Loqaritma 10 əsasdan 5-dir. Loqaritma 10 əsasdan 5-i belə yazacağıq. 10 əsasdan olduğuna görə rahat LG yaza bilərik. LG 5 bərabərdir. Baxın, 5-i almaq üçün LG 10 bölünsün 2 yaza bilərəm. Bölünmə də nə zaman olurdu? LG 10-dan LG 2-ni çıxdıqda. LG 10 nə deməkdir? Bəs 1 deməkdir. Onda yazırıq 1 çıxılsın LG 2. Bu da nəyi verəcək bizə? 1 çıxılsın LG 2 olacaq 1 çıxılsın A. Deməli, surətdə aldıq ki, LG 10 əsasdan 72, yəni daha doğrusu loqaritma 10 əsasdan 72, yəni LG 72 bizə nəyi verir? Deməli, 3A üstə gəlinsin 2B-ni, baxın, sadələşdirdik, 3A üstə gəlinsin 2B-ni. Digər tərəfdən məxrəc loqaritma 10 əsasdan 5, yəni LG 5 bizə nəyi verəcək? 1 çıxılsın A-nı vermiş olur.